وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Əziz və möhtərəm qardaşlar, ilk öncə Allah Subhanahu wa Ta'ala'ya həmd sənalar olsun. Allah Ta'ala bizim Ramazan ayını yetişdirdi və Ramazan ayının orucunu tutmağa, ibadətlərini yerinə yetirməyi müvəffəq elədi. Həqiqətən bu böyük bir müvəffəqiyyətdir. Buna görə Rəbbimizə çoxlu şükürlər etməliyik, çoxlu təriflər etməliyik bu müvəffəqiyyətə görə. Əziz qardaşlar, qısa xatırlatma etmək istəyərdim. Artıq biz Ramazan ayından 10 günü, tam 10 günü yola saldıq. Getdi 10 gün. Xoş o insan halına ki, bu 10 günü gözəl, Rəbbinin razılığı və sevdiyi əməllərlə keçiribdir. Və günahlarına kəffarə olubdur. Və həmçinin də günahlarından uzaq durmağına səbəb olur. Başlıca da həmçinin də bu təqva ayında təqvanı əldə etməyə səbəb olubdur. Yəni, oruc ayəsinin əmr olmasın, nazil olmasında, ayə nazil olanda təqva ilə tamamların ayənin tamamı. Ona görə əziz qardaşlar, Ramazan ayı xeyirləri bol olan bir aydır. Xeyirləri bol olan, çoxlu bu ayda xeyirlər var. Çoxlu xeyirlər var. Onlardan da ən başlıcası insanın təqvanı əldə etməsidir. Ya eyyuhellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettaqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə, yəni əvvəlki qövmlərə, insanlara oruç tutmaq əmr olunduğu kimi sizə də oruç tutmaq əmr edildi. Bəlkə leallekum tettaqun. Bəlkə bununla Allahdan qorxasınız. Bəlkə bununla təqva sahibi olasınız. Yəni təqvanı əldə etmək üçün əziz qardaşlar, ən gözəl Ramazan orucu, xüsusən də Ramazan orucu ən gözəl bir vasitədir. Keçən dəfə də danışığımızda demişdik ki, Ramazan ayı gələndə şeytanlar və azğın cinlər zəncirlənir. İnsanın ibadət etməyi asanlaşır. Artıq kim ona vəsvəsə verəcək, fısıldayan, narahat edəcək birisi yoxdur. İnsan nəfsi ilə baş-başa qalır. Artıq nə etmək lazımdır? Nəfsi sındırmaq lazımdır. Rəbbinə yaxın olmaq üçün. Yəni bu fürsət aydır, əziz qardaşlar. Oruç tutduğumuza görə günahlara kəffar olur. Təravih namazı qıldığımıza görə günahlara kəffar olur. Həmçinin qarşıda Qədər gecələri gələcək inşallah. Allah hamımızı müvəffəq eləsin. Kəffarə olacaq. Baxın. Bu əməllərə görə günahlar bağışlanır. Günahlar bağışlanır. Həmçinin gecə və gündüz dualar qəbul olunur Ramazanda. Nəinki günüz, həmçinin gecələrdə. Və həmçinin hər gün, gecə və gündüz Allah Taala'nın cəhənnəmdən azad etdiyi bir qrup, bir toplum insanlar var. Yəni insan bu həmçinin, bu fəziləti də, bu xeyri də əldə eləyə bilər. Kim zəmanət verə bilər ki, sabaha sağ çıxar? Heç kim 100% zəmanət verə bilməz. Bunu bilən Allahdır yalnız. Demək, nə etmək lazımdır? O toplum insanlar ki var, cəhənnəmdən azad olur. Sən cəhənnəmdən azad oldunsa da artıq azad oldunsa da bəlkə Allahın qədəri gəlib çatar, ömrün tamamlanar və cəhənnəmdən qurtulmuş halda ömrünü tamamlamış olarsan. Yəni, insan da cəhənnəmdən qurtulandan sonra nə olur? Cənnətə düşmüş olur. Yəni, hamımızın da elə can atdığımız da məqsəd də budur, əziz qardaşlar. Ramazan da bunun üçün böyük fürsətdir. Və fürsət də yəni dedik ki, insan Ramazan ayında Allah Teala
o insanın əməllərinə görə, ixlasına görə, təqvasına görə onu o cəhənnəm əzabından xilas eləyir. Xeyirləri bol olan aydır. İftar verdiyinə görə insan oruclunun savablarının hamısına, səhərdən axşama kimi etdiyi bütün savabların hamısına şərik olur. Yəni bir insan bir nəfəri yedizdirməklə onun bütün əməllərinə asan bir şeydir də. Bir nəfəri yedizdirirsən, bütün əməllərinin hamısına şərik olursan. Yəni indi gör bir insan 10 nəfəri yedizdirirsə və daha çox olursa, yəni insanın hər kəsin bir canı var da, birdən artıq oruç tuta bilmir. Yəni bunu 2 də eləmək olar, 100 də eləmək olar, 1000 də eləmək olar. Və üstəgəl də sənin o həm orucunun savabını qazanırsa, həmçində onun o oruçlu olduğu vaxtı bütün savabların hamısına şərik olursan. Onun özünün də savablarından heç bir şey əksilmir. Əziz qardaşlar, bilmək lazımdır ki, oruclunun necə ki sələflərimiz buyurardı, İbn Rəcəb Rahiməhullah Lataif Fil-Məarif kitabında gətirir, deyir sələflər, deyərdilər ki, oruclu insanın yatması belə, günüz oruclu ikən yatması belə ibadətdir. Yəni, oruclu adam yatanda orucu ondan ayrılmır. Yəni, bir insan yata-yata namaz qıla bilərmi? Yata-yata zəkat verə bilərmi? Yata-yata həcc eləyə bilərmi? Yox, mümkün deyil. Yata-yata cihad eləyə bilərmi? Yox. Amma sən oruçlu olursan, oruç səndən ayrılmır. Yatırsan, belə sən ibadətlərsən. Amma yəni insan gərək orucunu, yəni Ramazan ayını yatmaqla keçirtməsin, çalışır. Yəni Ramazan ayı yatmaq ayı deyil. Həmçinin bəzi insanlar təəssüflər olsun ki, Ramazan ayı gələndə yeməklərin reseptləri, menyu fikirləşir. Nə yiyim, hardan nə alım. Yəni zəifləməyim, vitamin çatışmamazlığı və digər bəzi şeylər, belə şeylərin arxasınca düşürlər, internetdə axtarışa çıxırlar və yaxud da belə şeylər paylaşırlar, məsləhət görürlər. Məqsəd bu deyil. Yəni sən əvvəlcə nə yeyirdinsə də, Allahın verdiyindən nə tapıb yeyirdinsə də, indi də həmən qayda, həmən formada həyatını davam elə. Məqsəd bu deyil. Məqsəd sən Allahın razılığını qazanmaqdır. Allahın sevdiyi əməlləri yerinə yetirməkdir. Təqvanı əldə etməkdir. Sən Ramazan gəlməmişdən qabaq çalışmalısan ki, mən necə eləyim Ramazanda o günahların yükündən azad olum. Günahlarımdan azad olum. Necə eləyim ki, Rəbbimi razı salım, təqvanı əldə eləyim. Necə eləyim ki, təravih namazlarını ötürməyim. Necə eləyim ki, Ramazan ayı vəhiy ayıdır, bütün səmavi kitabların hamısı Ramazan ayında nazil olubdur. Mən hər gün çoxlu Quran oxuyum. Yəni həmişə ola bilsin gündə 1 səhifə, 5 səhifə oxuyursan, 10 səhifə oxuyursan və yaxud da günə bir cüz oxuyursan, indi çalışıb çox eləmək lazımdır. Əksinə insan bacarırsa da, əgər bacarırsa da, yəni dünyadan nəsə biraz o dünyavi işlərini biraz səliqə səhmana salsın, biraz azaltsın o dünyaya olan yönəldiyini Allaha yönəlsin. Yəni Ramazandasa da heç olmasa dərdi axirət dərdi olsun. Allah üçün çalışsın. Bu fürsəti əldə eləsin. Bu fürsəti əldən buraxmasın. Yəni bunda da eləməsək, yəni başqa vaxtda nə vaxt eləyərik? Xüsusən də ikinci belə bir mövsüm yoxdur ki, həmən mövsümdə şeytanlar və azğın cinlər zəncirlənməyi yoxdur. İkinci belə bir mövsüm yoxdur ki, cəhənnəmin bütün qapıları bağlanır, cənnətin bütün qapıları açılır. Səmanın bütün qapıları açılır, açıq qalır. Yəni dualar qəbul olunur, etdiyin əməllərin hamısı tez qəbul olunur. Yəni bu vaxtı insan bu fürsəti əldən verməməlidir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən çox şiddətli bir hədis var. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm minbərə çıxanda, hər pilləyə ayağını qoyanda amin deyir. Sahabələr təəccüblə soruşanda ki, niyə elə deyir? Deyir, Cəbrail əleyhissalam gəldi, dedi ki, Ramazan ayına gəlib çatıb, ondan bağışlanmamış çıxan insan bədbəxt olsun. Və yaxud da bədbəxtdir. Yəni, həqiqi bədbəxtçilik də, yəni, bu ayda günahların bağışlanması, savabların qat-qat artırılması,
duaların qəbul olunması və digər xeyirlər, bir dənə bu ayın əsas özəyi, canı olan Qədr gecəsi ki var, 1000 aydan daha xeyirlidir. Bir insan 83 il 4 ay dayanmadan ibadət etsə, bu bir gecədən bir qismini sən ibadət etsən, ondan daha xeyirlidir, daha üstündür. Yəni, insan bu Ramazanı fürsət bilməlidir. Yəni ki, hətta bədbəxt olmuş kimi, Allah qorusun, belə çıxmasın. Həmçinin hədisin başqa ləfslərində gəlir ki, cənnətdən uzaqlaşdırılsın, Allahın rəhmətindən uzaq düşsün deyir, burnu yerinə sürünsün deyir. Yəni, həqiqi bədbəxtçilik odur ki, insan Ramazandan istifadə eləmədi. Ramazanı televizorda, Ramazanı oyunlarda, telefon oyunlarında keçirtməkdə, sələflərimiz Quranı neçə gündən bir xətm eləyərdilər. Olub ki, alimlərdən günə 2 dəfə xətm eləyiblər, Ramazan ayında 60 dəfə xətm eləyiblər. Hamımızın bildiyimiz məşhur İmam Şafidən də, İmam Əhməddən də, daha doğrusu Əbu Hanifədən də bunlar gəlmişdi. Gündə 2 dəfə xətm eləyərdilər. Yəni, deməli, yatmağı azaldıbdır, söhbəti danışmağı azaldıbdır, başqa işlərlə məşğul olmayıb. Fərz namazını cəmaatla məsciddə qıldı, artıq bunun başqa işi yoxdur. Çəkilir, başlayır Allahın kitabını oxumağa. Allahın kitabını oxuyur, Quran oxuyur, çoxlu oxuyur. Yəni, bu aydan bədbəxt çıxmasın deyə, bu aydan günahları bağışlanmış çıxsın. Yəni, insan elə bir ibadət eləməlidir ki, elə formada eləməlidir ki, necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem namaz barədə desə də demişdi ki, namaz qılanda elə bir namaz qıl ki, sanki sonuncu namazını qılırmışsan kimi qıl namazını. Yəni, insan da orucunu elə formada tutmalıdır ki, əziz qardaşlar, sanki sonuncu oruçdur. Sonuncu orucu tutursan. Necə ki, sonuncu namazı qılırsan, eləcənə də sonuncu orucu tutmaq lazımdır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yanına bir nəfər gəlir, deyir ki, Allah Rəsulu, mən Allaha şəhadət gətirdim, yəni şahidlik etdim. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Sənin də Allah Rəsulu, qulu və Rəsulu olduğuna şahidlik etdim. 5 vaxtı namazımı qılıram, zəkatımı verirəm, Ramazan orucunu tutub, gecələrini də qiyamda keçirirəm. Yəni, təravih namazlarını qılıram. Buna görə mənim üçün nə var? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisin birində buyurur ki, sən bununla şəhidlər və siddiqlər dərəcəsinə çatarsan. Başqa bir ləfsində isə deyir ki, qiyamət günü şəhidlərlə, siddiqlərlə eyni dərəcədə olarsan. Onlarla eyni həşr olunarsan buyurur. Ramazan orucunu deyir, tutdum, gecələrinə isə nədir? Təravih namazı, qiyamda keçirtməyi. Yəni, Ramazanda əsas özək nədir? Fikir veriləcək, əməllər çoxdur. Nafilələri artırmaq lazımdır. Oruç tutmaq öz yerində, Quran oxumaqdır, təravih namazlarını qılmaqdır, bir də imkan çatırsa da insanın iftar verməyi. Ən çox seçilən, yəni ki, savabları çox olan əməllər bunlardır və digər əməlləri insan sədəqə vermək, dua etmək, duanın özü ilə ibadətdir. Duanın özü belə ibadətdir. Yəni, xüsusən də Ramazan ayıdır, fürsət ayıdır, duaları çoxaltmaq lazımdır insan. Dünya və axirətdən nə istəyi varsa da Allahdan istəməlidir. Beləcə, əziz qardaşlar, yəni artıq Ramazan, yəni bir vaxtı deyirdi ki, Ramazana çatmağa dua eləyirdik, artıq gəldik, çatdıq, müvəffəq olduq, Allah asanlaşdırdı, əmin-amançılıqla, afiyyətlə və indi artıq Ramazan azalmağa doğru gedir. Ayın əvvəlində deyilik. Ayın 1/3 getdi artıq. 3/2 qalıbdı. İnsanın neymət azaldıqca və yaxud da əlindən çıxanda nə edir? Ona daha çox can atır. Daha çox həris olur. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Ramazanın son 10 gününü belini bərkidərdi. Hətta qadınlarını tərk eləyərdi. Dünyanı, hər şeyi, sahabələri, bütün işini, gücünü atardı
etikafa çəkilərdi. Hətta etikafa çəkiləndə belə, məscidə girəndə bir dənə bir palatka qurardı məscidin içərisində, ora girib ibadət eləyərdi tək. Yəni onu yayındıracaq, dünyaya diqqətini çəkəcək bir şey qalmasın. Yəni, bu da onu göstərir ki, əziz qardaşlar, artıq Ramazan azalırsa da, yəni bunun insan daha çox qədrini bilməlidir. Və həmçinin də Ramazanın son 10 günündə, gecələrində xüsusən də nədir? Qədr gecəsi var. Yəni o Qədr gecəsini ötürməsin deyə, əldən verməsin deyə, fürsət əldən çıxmasın. Ona görə yəni belə möhkəm formada, şiddətli formada ibadəti çoxaldardı. Yəni artıq az qalıbdı, artıq az qalıb. Həmçinin də o 1000 aydan daha xeyirli bir gecə var. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir, Ramazanda 1000 aydan daha xeyirli bir gecə vardı. Kim onun xeyrindən məhrum olarsa, həqiqi məhrum olmuşdu deyir. Yəni Ramazanın bütün o xeyrindən məhrum kimi sayılır. Yəni Ramazanın özəyi, əsas bilinən, döyülən ürəyi belə desək, Qədr gecəsidir. Yəni bir gecədə məğribdən sübh namazına kimi edilən ibadət 1000 aydan daha xeyirlidir bir gecədə. Yəni insan ondan da məhrum olarsa, yəni həqiqi məhrum hesab olunur. Yəni bir ayı insan oruç tutsun və gəlsin axır 10 gündə də və bu da bildirilsin bizə, bu gecələrdir və axır 10 gündədir və bu əvvəl günlərdə deyil, axır 10 günün gecələrindədir və hədislərin bəzilərində vurulubdur, tək gecələrdədir. Yəni bunu bilə-bilə insan bunu da ötürürsə də həqiqətən də doğrudan da yəni insan həqiqi məhrum hesab olunur. İnsan çalışıb yəni ki bunu əldən verməsin. Yəni insanın günahları, səhlənkarlığı bunu neynir? İnsana məhrumiyyət gətirir. Bu xeyirlər əlindən çıxır. Ona görə Ramazan ayı çəki düzən ayıdır. İnsanın özünə çəki düzən verməsi, təqvanı əldə etməsi və həmçinin ixlas ayıdır. Oruc ən yaxşı ixlası əldə etmək üçün ən yaxşı bir ibadətdir. Ən yaxşı ibadətdir. Və həmçinin oruc, əziz qardaşlar, hikmətlərindən də odur ki, insan necə ki ağızdan içəri girəni qoruyursa, çıxanı da neynəmək lazımdır? Qorumalıdır. Yəni sən buna səbr eləyirsənsə də halala, dünya ləzzətinə, yeməyə, içməyə, şəhvətə səbr eləyib, dözə bilirsənsə də bu halallara, bu haramlarına da neyə bilərsən? Dözə bilərsən. İnsan bəhanə gətirməməli. Yəni, insan yalan danışması, qeybət etməsi, söyüş söyməsi, söz gəzdirməsi, ara vurması, yəni dillə olan o günahlar ki var, əziyyət verilən əməllər ki var, bunlar orucu pozmur, yəni batil etmir, amma savabını aparır. Yəni, səhərdən axşama kimi insan ac qalmış kimi olur. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyərdi ki, neçə oruç tutanlar vardır ki, orucundan yalnız ona aclıq və susuzluq qalar. Allah qorusun. Və deyir, neçə gecə namazı qılanlar vardır ki, ona yalnız qalan nədir? Yuxusuzluq və yorğunluqdur. Yəni, məqsəd artıq nədir? Bu deyil. Yəni, insan gecə namazına qalxırsa da, nə eləməlidir? Yəni, bu, bilməlidir ki, bu gecə namazına qalxır və günüz də bunu zayi etməməlidir ki, buna yorğunluq, yuxusuzluq qalmasın. Oruç tutur. Oruç tutur, bu tərəfdən də yeməyi qoruyur. Hətta dəstəmaz alanda belə ağzımıza su alıb, ağzımızı yaxalayanda qoruyuruq ki, boğazdan aşağı su getməsin. Ehtiyat eləyirsən. Hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sahabiyə tövsiyəsində də deyir, dəstəmaz alanda deyir, elə dəstəmaz al ki, yəni ehtiyatla dərindən, ağzını burnunu yuyanda dərindən etmə ki, su ötürməyəsən. Yaxşı, bunu ehtiyat eləyirik, bunu gözləyirik ki, bu ibadətimiz, bu orucumuz pozulmasın. Pozulmasın. Yaxşı, və çıxan şeylər də pozur axı. Girən pozulduğu kimi, bu yəni pozmasa da, yəni həqiqətdə o girən kimi pozmasa da savabını aparır. Sən elə belə sadəcə nə olursan, səhərdən axşama kimi ac qalmış hesab olmuşsan. Yəni boşu-boşuna elə bir səhərdən axşama az qalıbsan.
Bu da əziyyət çəkibsən də. Yemə, içmə. Bunun yayı var, bunun istisi var, işi var, gücü var. Sən heç bir şeydə sağ qalmasın. Gün axırında gəl çat. Ondan sonra da o əldə etdiyin o orucun savabı da heç nə olmur. Heç nə yox, əli boş. Əli boşu. Niyə buna ehtiyat eləyirsən, amma ona ehtiyat eləməmişsən? Və oruc bu belə insana tərbiyələndirir. Bu bir aylıq mədrəsədir. İnsan girib bu ayda nə eləyir? Özünü islah etmiş olur. Özünü tərbiyələndirmiş olur. Əziz qardaşlar, Allah Taala'dan istəyirəm ki, Allah Taala Ramazanın yerində qalan günləri də bizi özünüz razı qalıb sevdiyi kimi keçirməyi bizə müvəffəq eləsin, asanlaşdırsın. Allah Taala'dan istəyirəm, Allah Taala bizi Ramazan ayından günahların hamısı bağışlanmış halda bizi çıxartsın. Allah Taala'dan istəyirəm ki, Allah Taala bundan sonra da bizi çoxlu Ramazan aylarına yetişdirsin, əmin-amançılıq, afiyyət üzərində müvəffəq eləsin bizi. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin. Daha doğrusunu Allah bilir. Və sallallahu aleyhi nəbiyyənə Muhammedin və alə alihi və ashabihi əcməin. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahe illə ente estağfiruke və ətubu ileyh.